Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Demək, bugün nəzərinizə çatdıracağım sizin söz yaradıcılığı bölməsindən geridə qalan testləri. Bundan əvvəlki testlərdə izahda 1-dən 107-yə qədər izahını vermişdim. İndi geridə qalanın izahını nəzərinizə çatdıracağım. 108-də nə deyir? Deyir, dağılışlıq sözünün tərkibində işlənmişdir. Sözün kökü dağılmaq. Bəzi uşaqlar bunu dağ kimi götürür, kökünü. Dağdan dağılmaq necə əmələ gələ bilər ki? Sözün öz kökü dağılmaq feilidir. Dağılmaqdan da dağılışmaq bir leksik şəkilçi isim yaratdı. Dağılışdı feilin keçmiş zamanında, bir də dağılışdıq şəxs sonluğu, birinci şəxsin cəminin şəkilçisidir. Bunu bəzən uşaqlar dık dik duk duk kimi götürülür. Xeyr, d keçmiş zamanın şəkilçisidir. İq da şəxs sonluğudur, bu iqdir. İq 4 variantlıdır. Niyə burada ı-sını itirib? Yəni, çünki d, di, du, dü saitlə başlayıb. Bunu bütöv yox, ayrılıqda götürdük. Oldu 2 qrammatik, 1 leksik. O da hansı variantdadır? C variantında. Baxdıq. 109-da nə deyir? Deyir ki, göyərtilərdən sözünün tərkibində işlənmişdir. Tərkibinə görə təhlil eləyək. Sözün kökü göy, göydən göyərmək, göyərmək, göyərməkdən də göyərti, göyərtilər cəm şəkilçi olaraq qrammatik şəkilçidir, damdən də çıxışıq hal şəkilçi olaraq qrammatik şəkilçi. Deməli, nə oldu? 2 leksik şəkilçi, 2 qrammatik şəkilçimiz oldu. Bu da hansı variantdadır? C variantında əlbəttə ki. Hansı sözün tərkibi düzgün verilməyib? Tərkibi düzgün verilməyəni göstərirsə, ilk öncə bunları təhlil edək. Yağıntılı, yağdan, yağıntı, yağıntılı. Deməli, bu doğrudur. 2 leksik şəkil, bir kökdən və 2 leksik şəkilçidən ibarətdir. Bu doğrudur. Çəkilişdə, sözün kökü çəkdən, çəkilmək, çəkiliş, çəkilişdə 2 leksik, bir qrammatik şəkilçi, bu da həmçinin doğrudur. Təmizləyici, sözün kökü təmiz, təmizdən təmizləmək, təmizləyici, yenə 2, bir kök, 2 leksik şəkilçidən ibarətdir. Bu da doğrudur. Gəmiricilər, sözünün tərkibinə görə təhlilinə baxaq. Sözün kökü gəmirdən, gəmirdən, gəmirici, gəmiricilər. Bu da doğrudur. Bir kök, bir leksik, bir qrammatikdən ibarətdir. Tapşırıqlar. Tapşırıqlar sözünü tərkibinə görə təhlil eləyək. Sözün kökü deməli tapşırıq. Tapşırıqlar. Deməli söz özü olacaq. Tapşır, tapşır, tapşırdan tapşırıq, tapşırıqlar. Bir leksik, bir qrammatik şəkilçisi olmalıydı. Səhv variantım oldu 110-da Y. Digər testlərə baxaq. Qaldırıcılardan sözünün tərkibində işlənmişdir. Sözün kökü qaldırmaq, qalmaq yox ha. Qaldırmaq, qaldırdan qaldırıcı, qaldırıcılar qrammatik, dan da çıxışlı hal şəkilçisi. Bir leksik, 2 qrammatik, 111-də A variantı olmuş oldu. 112-də nə deyir? Deyir ki, əsəbiləşdirdin. Sözün kökü əsəb, əsəbdən əsəbi, yeni bir söz yaratdı. Əsəbi necə? Sonra əsəbləmək ifadəmiz olmadığına görə əsəbləşmək, əsəbləşdirmək, sonra əsəbləşdi, əsəbləşdi, əsəbləşdin. Yəni, şəxs sonluq olaraq sən əsəbləşdin. 112-də oldu. 3 leksik, 2 qrammatik. Sonra digər sxema baxaq. Deyir ki, kök, 2 leksik, 1 qrammatik sxema uyğun gələn mücərrət mənalı düzəltmə ismi soruşur. Mücərrət olsun, düzəltmə olsun və isim olsun. Gəldik bir-bir təhlil etməyə. Sözün kökü biç, biçdən biçin, biçinçilər. Bu sxema uyğundur, ancaq mücərrət deyil. Mücərrət deyil, bu deyil. Süpürgə, süpürgəçidən süpür, sözün kökü, süpürdən süpürgə, süpürgədən süpürgəçidən. Bu sxema uyğundur, ancaq mücərrət deyil, konkret isimdir. Sonra gözəllikdən bir baxaq görək təhlilinə. Sözün kökü gözəl, gözəldən də gözəllik, gözəllikdən bu sxema uyğun gəlmir. Könüllülərin, sözün kökü könül, könüldən könüllü, könüllülər, könüllülərin.
sxemə uyğun gəlmir. Vəfasızlıqdan vəfa sözün kökü vəfasız leksik şəkilçi, vəfasızlıq leksik şəkilçi, dur da şəxs xəbərli şəkilçisi olaraq baxaq görün meyyarımız ödəyirmi? Meyyar olaraq sxemi ödədi. Mücərrət olaraq bəli, vəfasızlıq mücərrət isimdir və düzəltmə isimdir. Y variantı. Sonra digər tərəfdən suvaqçılarımız sözünün tərkibində işlənmişdir. Sözün kökü suvamaqdan, suvaq, suvaqdan suvaqçı, suvaqçılarımız. 2 leksik, 2 qrammatik şəkilçi. Bu da hardadır? Əlbəttə ki, 114-də D variantı. 115-də nə deyir? Qocalmazsa. Sözün kökü qocadan, qocalmaq, adlardan feil yaradan şəkilçidir. Qocalmaz, qeyri-qət gələcək zamanın şəkilçidir. San da şəxs sonluğu, yəni sən qocalmazsan. Deməli, 1 leksik, 2 qrammatik oldu B variantı. 116-da dinləmirəm. Sözün kökü din deyil, ha. Dinməyin kökü ola bilər. Din. Amma dinləmirəm sözün kökü dinləməkdir. Dinləmir, mı, inkar, təkcə bu madır, ha. Bax, bu manın ixtisarıdır. A'sı düşüb, daxil olub indiki zamanın daxilinə. M təkcə özü bir qrammatik şəkilçi, ir də indiki zamanın qrammatik şəkilçisi, M də şəxs sonluğu. Birinci şəxsin şəxs sonluğu oldu. 3 qrammatik şəkilçi, bu da oldu 116-da Y variantı. 117-yə baxırıq. 117-də deyir ki, tərkibində kök, 2 leksik və 1 qrammatik şəkilçidən ibarət olan sözü göstərin. Baxaq, deməli, yaralılar. Yardan, yara, yardan yaralı, yaradan yaralı, yararlılar. El olacaq A variantı. Digərlərinə baxaq, görək necə olacaq. İşdən, işləmək, işlədi, bunu necə elədimsə səhv elədik deyən görək bir dənə, səlqəli. İşdən, işlədi, işlədik, bu 2 qrammatik şəkilçidir. Könüllülük, könüldən, könüllü, könüllülük, burada da 2 leksik şəkilçi oldu, qrammatika yoxdur. Baxıldı, baxdan, baxılmaq, baxıldı. 1 qrammatik, 1 leksik. Məktəblilər, məktəbdən, məktəbli, məktəblilər. Bax, buradakı l şəkilçisi ümumiyyətlə amonim şəkilçidir. Əgər insan məfhumu, insan anlayışı yaradırsa, o çünki l şəkilçisi amonim şəkilçi olaraq həm sifət yaradır, həm isim yaradır. Bax, burada məktəbli, əgər insan yaratdısa, insan anlayışı yaratdısa, məktəbli, şəhərli, kəndli, onda olur isim, düzəltmə isim. Yeri gəlmişkən dedim, qeyd edeyim. Sonra, digər tərəfdən baxırıq. 2 leksik, 2 qrammatik şəkilçisi olan sözü göstər deyirsə, baxaq, sxemana uyğun. Meşələr, sözün kökü meşədən, meşələr, meşələrdə, bu doğrudur. Doğrudur nə idi? Burada 2 qrammatik şəkilçi var. Könüllülük, könül sözün kökü, könüllü, könüllülük. 2 leksik şəkilçi. Döyüşçülər, döydən, döyüş, döyüşçü, döyüşçülər. Burada 2 leksik, 1 qrammatikdir. Soyuqlanmışam, soyuqlanmışam, hə. Soydan, soyuq, soyuqlamaq, soyuqlamış, qrammatik şəkilçi, soyuqlamışam, şəxs sonluğu. Elə doğru variantı olacaq bizdə 118-də D variantı. Digərinə baxaq. Deyir, 2 leksik, 1 qrammatik şəkilçidən ibarət olsun. Baxaq görək, hansı sözünün qardaşlarımız neymiş? Sözün kökü qardaş, qardaş, qardaşlıq, qardaşlığımız. Bu bir dənə leksik, bir dənə qrammatik şəkilçidir. Üzümçülərdir. Üzüm, üzümdən üzümçü, yeni bir anlayış yaratdı. Üzümçülər qrammatik şəkilçidir. Bir də şəxs xəbərlik şəkilçisi olmuş olur. Burada 1 leksik, 2 qrammatikdir. Əməkdaşlıqdan. Əmək sözün kökü, əməkdən əməkdaş, bir variantı şəkilçi olaraq leksik şəkilçidir. Əməkdaşlıq leksik şəkilçidir. Dan da qrammatik şəkilçidir. 119-da oldu C variantı.
Digərlərinə baxaq. Üzgüçlərimiz üzdən, üzgü, üzdən, üzgü, üzgüçülərimiz. Bu da uyğun gəlmədi. Əkinçilərimiz, əkdən, əkin, əkinci, əkincilər, əkincilər, əkinciləri. Deməli oldu 2 leksik, 2 qrammatik. Ucalmışsınız. Sözün kökü uca, ucadan ucalmaq, adlardan feil yaradan şəkilçidir bu l şəkilçisi. Sonra ucaldılmış zaman şəkilçidir, qrammatik şəkilçidir. Bir də sınızda şəxs xəbərli şəkilçisi olmuş olur. Oldu nə? 1 leksik, 2 qrammatik, elə oldu 120-də A variantı. Sxeminə uyğun söz hansıdır? Deməli, kök, 2 leksik, 2 qrammatik sxeminə uyğun söz hansıdır? Balıqçılarımız, balıq sözün kökü, balıqdan balıqçı, balıqçılarımızdan. Burada 3 leksik, 3 qrammatik şəkilçi oldu. Bu sxem uyğun gəlmir. Döşəkçədir. Döşəkçədədir. Döşə, sözün kökü, döşədən, döşək, döşəkçə, döşəkçədədir. 2 leksik, 2 qrammatik şəkilçi, bu da oldu B variantı 121-də, B variantı 122-də nə deyir? Deyir, salamlaşırıq. Sözünün tərkibində işlənmişdir. Salam sözün kökü, salamdan salamlamaq, salamlaşmaq, salamlaşır, salamlaşırıq. 2 leksik, 2 qrammatik şəkilçi. Hansıdır o 2 leksik, 2 qrammatik şəkilçi? Bu da C variantı. Hansı sözlər 2 leksik, 2 qrammatik şəkilçidən ibarətdir? İlk öncə təhlil eləyək. Yoldaşlığımız, yoldan, yoldaş, yoldaşlıq, ın. Deməli, biri götürürəm. Çünki 2 leksik, 2 qrammatik şəkilçini ödəyir. Könlümdəkilər, könlümdəkilər, könül, könül. Bunun burasıdır, bax, buradadır. Ü götürmürəm, çünki könül sözü milli söz olaraq mənsubiyyətə görə şəkilçi qəbul etdiksə üsü düşür. Sonra könül, könlüm, mənim könlüm qrammatik şəkilçidir. Könlümdəki leksik şəkilçidir. Könlümdəkilər qrammatik şəkilçidir. Qaydaya əsasən, məsələn, bunun başlanğıc forması bu formadadır da. Qaydaya əsasən, qayda mənə deyir ki, sözün başlanğıc formasına qrammatik şəkilçi daxil olmaz. Amma ki, dakı, sız, bu tip gil, bu şəkilçilərdən öncə qrammatik şəkilçi daxil ola bilər. Qrammatik şəkilçi sözün başlanğıc formasına daxil ola bilər. Bu uyğun gəlmir. İkiləri çıxardıram. Çünki mənə 2 leksik, 2 qrammatik deyirsə. Sonra geçdik 3-ə. Baramaçılardan. Barama sözün kökü, barama. Baramadan baramaçılardan. 1 leksik, 2 qrammatikdir. Bunu da baxmıram. 4-ə baxaq. Sönükləşmişdir. Sönməkdən, sönük. Sönükləmək ifadəmiz yoxdur. Sönükləşmişdir. 2 qrammatik, 2 leksik. Oldu 4. Bir də 5-ə baxaq görək. Soyuqlamışdır. Soydan, soyuq. Soyuqlamaq, soyuqlamışdır. Bu da oldu 5. Oldu C variantı. Sonra bunu baxaq görək. Birinciliyin. Birdən, birinci, birincilik, birinciliyin 2 leksik, 1 qrammatik. Deməli 124-də nə deyir? Sözlərdən hansının tərkibinə görə təhlilində səhvə yol verilib? Səhvə yol verilib. İlk öncə təhlil eləyək, ondan sonra bilək görək nədir səhvə yol verilmiş. Gəlməyəcək. Sözün kökü gəl, gəldən inkar şəkilçisi olaraq ma gəlməyəcək, qrammatikdir, acaqəcək də qrammatik şəkilçidir. Bu doğrudur. 2 qrammatik şəkilçi. Gülüşündən, baxaq gör, gülməkdən, gülüşmək. Gülüşün qrammatik, dan da qrammatik şəkilçi. Səhv olan budur. Deməli, B variantı. Digərlərində baxmayaq, yəni baxaq da. Rastlaşırıq, rastdan, rastlamaq, rastlamaq, bir adama rastlamaq, rastlaşmaq,
Yox, rastlamaq. Rastlamaq. Birinə rastlamaq. Yox, səhvdir. Yoxdur. Bir dənə bunu keçirdək. Deməli, baxaq görə rastlamaq olmadan rastlaşmaq, rastlaşırıq, rastlaşırıq. Deməli, bir leksiya, 2 qramat. Bu da doğrudur. Maldarlıq da mal sözün kökü, maldar bir variantlı şəkilçidir. Leksik şəkilçidir. Lıq leksik şəkilçidir. Da qrammatik şəkilçidir. Bu da doğrudur. 2 leksik, 1 qrammatik. Birincilik sözün kökü birdən birincilik, birincilik, 2 leksik. Bu da həmçinin doğrudur. Hansı cərgədəki sözlərin tərkibində 2 leksik şəkilçi var? İlk öncə bunları təhlil edək. Baxaq görək, nəyimiz var, nəyimiz yox. Qarşıladı. Qarşı sözün kökü, birini qarşılamaq, qarşıladı. Deməli, burada 2 leksik şəkilçi var, digərlərinə baxmağa dəyməz. Bax, ikisidir. Göndərdiyi sözün kökü göndərmək, göndərdik, bu oldu, göndərdik, göndərdiyi. Deməli, 2 leksik, bunda da yoxdur, heç baxmağa dəyməz. Bizdən, biçin, biçinci, düzgünlük, düzdən, düzgün, düzgünlük, tanışlıq, tanımaqdan, tanımaqdan, tanışmaq, tanışlıq. Oldu ilə C variantı. 3 leksik şəkilçi, 1 qrammatik şəkilçi olanı göstərdiyirsə, bir baxaq görək. Sənətkarlıq, sözün kökü sənət, sənətdən sənətkar, sənətkarlıqla, sənətkarlıqla. Burada 3 leksik şəkilçimiz var, qrammatik yoxdur. Vəfasızlıqdan, sözün kökü vəfa, vəfadan vəfasız, vəfasızlıqdandır. Sonra yellənçəklərimiz, yeldən, yellənmək, 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 yellənçək, yellənçəklərimiz. Deməli, oldu 126-da ilə C variantı. Yel, yellə, yellənmək, yellənçək, yellənçəklər. Qrammatik, imiz də mənsubiyyətin şəkilçisi olaraq qrammatikdir. C variantı. Sonra 127-də nə deyir? 127-də deyir ki, 3 leksik, 2 qrammatik şəkilçisi olanı göstər. Baxaq görək, gərginləşmiş, baxaq görək, gərginləşmişdir. Sözün kökü gərməkdən, gərgin, gərginləşmişdir. 2 leksik, 2 qrammatikdir. Sonra ağardılmışdır. Sözün kökü ağ, ağdan ağarmaq, sonra ağdan ağarmaq, sonra ağartmaq, ağartmaq, ağardılmaq, mışdır. Deməli, burada nə oldu? 127-də B variantı. Bu t-dır ha. Bu t-dır. Sadəcə özündən sonra saitlə başlanan şəkilçi gəlib deyən, ona görə avtomatik d-tıya çevrilib. T-dıya çevrilib. Sonra 3 leksik, 2 qrammatik şəkilçidən ibarət olan cavabı göstər deyirsə, baxaq görək, buxarlandırıldı. Buxar sözün kökü, buxarlamaq, deməli, buxarlanmaq, buxarlandırmaq, dırmaq, buxarlandırılmaq, da bir qrammatik şəkilçi olmuş oldu. Saxlanıldılar, saxlandılar, saxlandılar, saxla, saxla sözün kökü, saxla, saxlanmaq, saxlanılmaq, keçmiş zaman şəkilçisidirlər da, cəm şəkilçisi olmuş şəxs sonluğu olaraq. Burada da 2 leksik, 2 qrammatikdir. Sonra vidalaşmışdılar. Vida sözün kökü, vidalamaq ifadəmiz olmur, vidalaşmaq, vidalaşmışdılar. Əkinçilərin, əkinçi nə idi? Ələkçilərin, deməli, əldən, ələk, ələkçi, səhv götürdüm deyəni görüm, tək səhv eləzən birdim. Əldən, ələ, əldən, ələk, ələkçi, ələkçilərin. 3 leksik, 2 qrammatik oldu D variantı. Sonra 3 leksik, 2 qrammatik şəkilçidən ibarət olan sözü müəyyənləşdirin. Gözlətdik.
Gözdən, gözləmək, gözlətmək, gözlədi, gözlətdik. Deməli, gözlədik. Oldu 2 leksik, 2 qrammatik. Tikintidəyik. Tik sözün kökü. Tikinti, tikintidə, yerlik hal şəkilçisi. Tikintidəyik, biz şəxs onluq olaraq 1 leksik, 2 qrammatikdir. Rənglətdirdiniz. Deməli, sözün kökü rəng, rəngdən rəngləmək, rənglətmək, rənglətdirmək, keçmiş zaman şəkilçisidir. Sınız, siniz, sunuz, sünüz də, ınız, iniz, unuz, ünüz də şəxs sonluğudur. Deməli, 3 leksik, 2 qrammatik C variantıdır. 130-da hansı söz birləşməsinin aslı tərəfi kök 2 leksik şəkilçidən ibarətdir? Deməli, aslı tərəf deyəndə birinci tərəf, yəni tabi tərəfi deyir. Deməli, tabi tərəfdən söhbət gedirsə, baxaq. Narahat sözün kökü nadan, rahat. Bu uyğun gəlmir. Dağıntı sadə formadadır, sadə sözdür. İşsizlikdən sözün kökü iş, işdən işsiz, işsizlikdən burada artıq qrammatik şəkilçi görünür, bu uyğun gəlmir. Maarifçilik ideyası sözün kökü maarif, maarifçi, maarifçilik elə doğru variant olacaq, D variantı. Çimərlikdə sözün də kökü burada çimər, çimərlik, çimərlikdən 1 leksik, 1 qrammatik şəkilçi olmuş olur. Yenə 130-un təkrarı. Hansı söz birləşməsində aslı tərəf, yəni tabi tərəf birinci tərəfdən söhbət gedir. Kök 2 leksik sxemə uyğundur. Qardaşlıq rəmzi sözün kökü qardaş. Bax, bəzi uşaqlar bunu qardan qardaş yaradır. Qardaş sadə sözdür. Necə bəyəm? Qar olursa qardaş əmələ gəlir, xeyr. Sözün kökü qardaş. Çünki verilən suallar əsasən deyirəm. Çünki suallar gəlir. Deyirlər ki, müəllimə, axım sözün kökü qardır. Qardaş sözün köküdür, yəni sadə sözdür. Lıq, lig, lug da 1 leksik şəkilçi olmuş olur. Yazılmış vərəqlər, yaz sözün kökü, yazdan yazılmaq, yazılmış 1 leksik, 1 qrammatik olmuş oldu. Qonşuluğumuzdan, qonşu sözün kökü, qonşuluq, qonşuluğumuz da 1 leksik, 2 qrammatik şəkilçidir. Sonra həyətimizdəki sözün kökü, həyət, həyətimiz mənsubiyyət şəkilçisi, dakidəki leksik şəkilçidir. Qrammatik və leksik şəkilçidən ibarətdir. Durmaqdan, durğun, durğunluq elə olacaq, durğunluq mərhələsi. İkinci növ təyini söz birləşməsi olaraq, yəni aslı tərəf, tabi tərəf, kök 2 leksik şəkilçidən ibarət olmuş olur. 131-də A variantı. A variantı nə idi? Y variantı. 132-də nə deyir? Hansı söz birləşməsinin aslı tərəfi kök və 2 leksik şəkilçidən ibarətdir? Baxaq görək. Deməli, getdik. Döşəkçədəki. Döşə sözün kökü, döşədən döşək, döşəkçə, döşəkçədəki. Ev yoxdur, qoy orada təhlil qalsın. Bir də qayıtım, silməyim. Çaşdım, 133 verirəm. Əsəbləşdirici. Əsəb sözün kökü, əsəbi, əsəbləmək, faydamız yoxdur, əsəbləşmək, əsəbləşdirmək, əsəbləşdirici. Oldu 1 kök 4 leksik şəkilçidən ibarət, maşallah. Qayğıkeş. Sözün kökü qayğıdan, qayğıkeş. Burada 1 kök 1 leksik şəkilçi oldu. Yaylaqdan. Sözün kökü yaydan, yaylaq. 1 kök 1 leksik şəkilçidən ibarət oldu. Güləyən. Güldən, güləyən. 1 leksik şəkilçi oldu. Güləyən qız. Sonra yumşaldıcı sözünə baxaq görək. Yumşalmaq sözün kökü. Yumşaltmaq, yumşaldıcı maddə. Birinci növ təyini söz birləşməsi olaraq tabi tərəf 2 leksik şəkilçidən ibarət oldu. Y variantı. Sonra tərkibində kök 2 leksik, 1 qrammatik şəkilçidən ibarət olan mücərrəd mənalı ismi göstər. Deməli, kökü olsun bu formada, 2 leksik olsun və 1 qrammatik olsun, özdə mücərrəd olsun, isim olsun.
düzəltmə isim olsun. Gedək baxaq görək. Deməli, ada 3 leksik şəkilçi var. Bu sxemi ödəmir. Əkinçilikdən sözün kökünə baxaq görək. Sözün kökü ək, əkdən əkin, əkinçilikdən. Bu sxemi ödəmir. Dönüklükdən dönmək, dönməkdən dönük, dönüklükdən. Baxım görüm, elə sxemə deyəsən uyğun gəlir. Elə budur C variantı. Həm də mücərrəd isimdir, düzəltmə isimdir və mücərrəddir. Sıxdan, sıxıntılar, bir leksik, bir qrammatik. Könüllülərimiz, könül, könüllü, könüllülər cəm, könüllülərimiz qrammatik şəkilçidir. Oldu C variantı. Tərkibində kök, 2 leksik, deməli kök olsun, 2 leksik olsun, bir qrammatik olsun. İbarət olan mücərrəd mənalı düzəltmə ismi 133-ün təkrarı. Deyir, çəkisizlikdir. Çəki, çəkdən, çəki, çəkisiz, çəkisizlikdir. Məndən 2 leksik şəkilçi soruşursa, bunda 3 leksik və 1 qrammatik şəkilçi var. Digər tərəfə B variantına baxaq. B variantında deyir ki, gözəllikdən, gözəl sözün kökü. Gözəldən gözəllik, gözəllikdən çıxışıqan şəkilçidir. Bu sxemi ödəmir. Süpürgəçilərimiz, süpür sözün kökü, süpürgə, süpürgəçilərimiz. Sxemi ödəmədir. Yuxusuzluqdan, yuxu sözün kökü, yuxusuz, yuxusuzluqdan. Elə sxemi ödəyəcək D variantı. Bir dənə də bura baxaq. Biçdən, biçin, biçinci, biçincilər. Deməli, hər iki sxemi ödəyir. Ancaq ki, D variantında biçincilər görürsən. O konkretdir. Amma yuxusuzluqdan görə bilmirsən. Mücərrəd düzəltmə isimdir. Sonra, şəkər buralar naxışlanmışdır. Naxışlanmışdır cümləsində feilin tərkibində ibarət feil soruşur məndən. İsmi yox feili. Naxış sözün kökü, naxışlamaq, bir şey naxışlamaq, naxışlanmaqmışdır. 2 leksik, 2 qrammatik şəkilçidən ibarət olmuş olur. 2 leksik, 2 qrammatik. Hardadır? A variantı. 2 leksik, 2 qrammatik. Düzdür. Mənzil kirayələnmişdi. Cümləsində feilin tərkibində işlənmişdir. Kirayə, kirayə, kirayələmək, kirayələnmək, mişdir. 2 leksik, 2 qrammatik. 2 leksik, 2 qrammatik. Hardadır bu? C variantı. Tar köklənmişdir. Cümləsində feilin tərkibi ibarətdir. Bir baxaq görək. Kökdən, kökləmək, köklənmək, mişdir. Qrammatik şəkilçilərdir. A variantı elə. Ləngidildik sözünün tərkibində işlənmişdir. Tərkibində işlənmişdir. Ləng, ləngdən ləngimək, sonra ləngitmək, ləngidilmək, keçmiş zaman 2-də şəxs sonu. 3 leksik, 2 qrammatik A variantı. Oxutdurulmuşdur sözünün tərkibində oxu, oxudan oxutmaq, səlqəsiz çıxdı, bunun təlqiyə ilə düzələk. Oxu, oxudan oxutmaq, oxutdurmaq, oxutdurulmuş, durulmaq, muş keçmiş zamanın şəkilçisi, duda şəxs xəbərli şəkilçisi. Oldu 3 leksik, 2 qrammatik. 39-da B variantı. 140-a baxaq. 140-da nə deyir? 140-da deyir ki, kök 2 leksik və 3 qrammatik şəkilçi sxeminə uyğun olan sözü göstər. Deməli, ağartmadım. Sözün kökü ağdan, ağarmaq, ağartmaq, ağart. İnkarlı şəkilçi olaraq ma, ağartma, ağartmadı keçmiş zaman şəkilçisi, mı da ağartmadım şəxs sonluğu mı. Hansına uyğun gəldi? Elə olacaq, elə deyəsən A variantı adı. 2 leksik, 3 qrammatik şəkilçidən ibarətdir. Digərlərinə baxan yazdırıldı. Yaz sözün kökü, yazdırmaq, yazdırılmaq, yazdırdı keçmiş zaman. 1 leksik, 2 qrammatik, oxutdurmaram. Oxu, oxutmaq,
oxudur, inkarlıq, indiki zaman, amda şəxs sonluğu yazdırdım. Yaz sözün kökü, yazdırmaq, yazdırdı. Keçmiş zaman, mıda şəxs sonluğu, gətirmirəm, gətirmirəm. Gətir sözün kökü, mı qrammatik şəkilçi, inkar olaraq, indiki zaman, əmdə şəxs sonluğu, 3 qrammatik şəkilçi. Deməli, kök, 2 leksik, 3 qrammatik şəkilçidən ibarət olan sxemi göstərməliyim mən. Deməli, öyrənilmişdir. Sözün kökü öyrənmək, ənmək, öyrənilmək, öyrənilmişdir. Bir leksik, bir qrammatik şəkilçidən ibarət oldu. Doldurulmayacaqdır. Dolmaq, doldurmaq, doldurulmaq, ma inkarlıq şəkilçisi, acaq, əcək qrammatik şəkilçisi, gələcək zamanın şəkilçisi, dır da xəbərli şəkilçisi. 141-də oldu B variantı. 142-də hansı sözün tərkibi düzgün göstərilməmişdir? Deməli, tərkibi göstərən yüngülləşdi. Yüngül, yüngüldən yüngülləmək ifadəmiz olmadığını, yüngülləşmək, yüngülləşdi. Bu da oldu, bu doğrudur. Sonra əyləncələr, əylənməkdən, əyləncə, əyləncələr, bu doğrudur. Digərinə baxaq. Sonra qonşuluqda, qonşu, qonşuluq, qonşuluqda, bu da doğrudur. Birliyimiz, birdən, birlik, birliyimiz, bu da həmçinin doğrudur. Qabardılmışdı, qabarmaq, qabartmaq, qabartmaq, qabardılmaq, mış keçmiş zamandır da şəxs xəbərli şəkilçisi. Deməli, oldu 2 leksik, 2 qrammatik. Elə budur. E variantı. 143-də hansı sözün tərkibi səhv göstərilmişdir? Almaqdan, alıcı, bu doğrudur. Məlumatsızlıqdan, məlum, məlumatsızlıqdan, buradan səliqə ilə eləyək belə 143-də. 143-də baxaq. Məlumatsızlıqdan, məlum. Deməli, məlumdan, məlum, məlumat, məlumatsızlıqdan. 3 leksik, 1 qrammatik. Deməli, B variantıdır. Sıxdan, sıxıntı, sıxıntıdan, bu doğrudur. Sonra şəhidlik, şəhiddən, şəhidlik, doğrudur. 1 leksik, 1 kökdən, süpürgəçi, süpürməkdən, süpürgə, süpürgəçi, 2 leksik şəkilçidir, bu da doğrudur. Hansı sözün tərkibi səhv verilmişdir? Gözlənilmişdir. Gözdən, gözləmək, gözlənmək, gözlənilmək, mişdir. Deməli, burada 144-də elə səhv variant A variantıdır. Niyə? Çünki burada 3 leksik, 2 qrammatikdir. Burada da ver 1 leksik. B variantı. A variantı daha doğrusu. Hansı sözün tərkibi səhv verilib? Səhv veriləni göstərsə, bir baxaq görək. Hansı sözün? Qurulandı. Quru sözün kökü, qurudan qurulamaq, qurulanmaq, qurulandı. 2 leksik, 1 qrammatik. Bu doğrudur. Digər tərəfdən bir baxaq görək. İnandırıcıdır. İnanmaqdan, inandırmaq, inandırıcı leksik şəkilçidir da qrammatik şəkilçi. 2 leksik, 1 qrammatik. Bu da doğrudur. Quruculuq. Qurudan, qurucu. Bunu səhv göstərdim. Quru neymiş o? Yox, bir. Quruculuq. Qurmaqdan, qurucu, quruculuq. 2 leksik şəkilçi doğrudur. Dəqiqləşdirilmişdir. Sözün kökü dəqiq, dəqiqləmək ifadəmiz yox. Dəqiqləşmək, dəqiqləşdirmək, dəqiqləşdirmək leksikdir. Dəqiqləşdirilmək, bu da leksikdir. Mış qrammatikdir də qrammatik. 3 qrammatik, 3 leksik, 2 qrammatik. Bu da doğrudur. Sonra ayaqlaşmır. Ayaqlaşmır. Bir baxaq görək. Bunun tərkibini sözün kökü ayaq. Ayaqdan, deməli ayaqdan yaranacaq burada ayaqlam, deməli ayaqlamaq yox, ayaqlaşmaq,
Leksik şəkilçisi ayaqlaşmır. İnkar. Bu da oldu ır indiki zaman. Deməli oldu nə? Y variantı səhvdir. Sonra alçaldıcıdır. Alçaldıcıdır. Sözün kökü alçal, alçalt, alçalt, alçaldıcıdır. Oldu nə? 2 leksik, 1 qrammatik. 146-da C variantı. 147 mübarizəni bununla məhdudlaşdırmamalıyıq cümləsində feilin tərkibində işlənmişdir. Sözün kökü məhdud, məhdudlamaq, ifadəmiz olmadan məhdudlaşmaq, məhdudlaşdırmaq, malıyıq. Oldu neçə dənə? 2 leksik, 3 qrammatik. 2 leksik, 3 qrammatik, 147-də A variantı. 148. Nərminin adı bu işdə çox hallandırılmışdır. Tərkibin cümləsindəki feili göstərir. Feilin tərkibinə görə. Deməli, hallandırılmışdır. Bir baxaq görək. Məndən sözün doğruluğunun tərkibinə görə təhlilini soruşursa, bir baxaq görək. Deməli, sözün kökü haldır. Haldan hallamaq olmadığına görə hallanmaq, hallandırmaq, hallandırılmaq mışdır. Nə oldu? 3 leksik, 2 qrammatik hardadır? Oldu 148-də E variantı. 149-a baxırıq. Hansı sözün tərkibində təhlilinə səhvə yol verilmişdir? Nümunəvidir. Nümunədən nümunəvidir. Bu da oldu 1 leksik, 1 qrammatik. Bu doğrudur. Sonra kiçildir kökündə 1 qrammatik şəkilçi var. Bəli, kiçilmək, kiçildirmək olmadığına görə bu şəxs xəbərli şəkilçi olaraq qrammatik şəkilçidir, xəbərli şəkilçi olaraq bu doğrudur. Birləşmələr, birləmə ifadəmiz olmadığına görə bütöv götürülür. Laş, ləş, birləşmək, birləşmə, deməli, baxım görüm burada. Deməli, birdən birləşmək, birləşmə, deməli, birləşmələr. Deməli, oldu. Bu da doğrudur. Sonra öyrədir. Öyrənməkdən öyrədir. Oldu bu qrammatik şəkilçi olaraq. Bu da doğrudur. Deməli, səbirsizlik. Səbir sözün kökü səbirsiz. Leksik, səbirsizlik, leksik. Bəs burada nə oldu? Bir də sözlərə baxım. Nümunədən nümunəvidir. Bu doğrudur. Kiçilməkdən kiçiltmək. Səhv eləmişəm. Dayanın bir dəqiqə. Necə mənim gözümdən qaçıb. Mən bunu xəbərli şəkilçi kimi götürmüşəm. Vay. Deməli, oldu kiçilmək, kiçiltmək, kiçildir. 1 leksik, 1 qrammatik şəkilçi olmuş olur. Səhv oldu bu. Deməli, B variantı səhvdir. Necə gözümdən qaçıb. B variantı. Sonra getdik. Hansı sözün tərkibində səhvə yol verilmişdir? Çalğıçılar. Çalmaqdan, çalğı, çalğıçı, çalğıçılar. 2 leksik, 1 qrammatik. Bu doğrudur. Digər tərəfdən baxaq görək. Sərinlik. Sərindən sərinlik 1 leksik şəkilçidir. Bir kökdən ibarətdir. Bu da doğrudur. Ağsaqqallar kök leksik şəkilçidən Ağsaqqal neymiş? Neyse. Axsaqlar. Axsamaqdan axsaqlar qrammatik şəkilçidir. Bu doğru 1 leksik, 1 qrammatik. Sonra alçaldır. Deməli, alçaltmaq leksik şəkilçidir. Irda indiki zaman şəkilçisi 1 leksik, 1 qrammatikdən ibarətdir. Ona görə səhv budur.
Sonra 151-ə baxaq. Hansı sözün tərkibi səhv verilmişdir? Təhlil. Tikərlər. Tikdən, tikər, gələcək zaman, larlər qrammatik şəkilçidir. Şəxsonlu olaraq bu doğrudur. Xalamgildə sözün kökü xala, xaladan xalam, mənim xalam mənsubiyyətin şəkilçisi olaraq leksik şəkilçidir. Gil leksik şəkilçidir bir variantda olaraq. Dədə qrammatik şəkilçidir, yerlik hal şəkilçisi olaraq. Deməli oldu, elə səhvim budur. Çünki 2 qrammatik, bir leksik şəkilçimiz var, 151-də B variantı. 152-yə baxırıq. Hansı sözün tərkibi səhv verilmişdir? Azaldılır. Azaldılır. Sözün kökü azdan, azalmaq, sonra azaltmaq, azaldılmaq, bir də azaldılır indiki zamanda. 3 leksik, 1 qrammatik. Bu doğrudur. Məndən səhvi soruşur. Evimizdəkilər, evimizdəki, evdən, evimiz, evimizdəki. 1 leksik, 1 qrammatik şəkilçi. Elə səhv olan bu olacaq B variantı. 153. Mənimsəmə isminin tərkibində işlənmişdir. Tərkibində işlənmişdir. Bir baxaq görək nədir o tərkibində işlənən. Mən sözün kökü, məndən də mənimsəmək, yeganə ımsa, imsa, umsa, ümsə 4 variantlı şəkilçidir ki, yadınızda qalsın. Yeganə şəkilçidir ki, əvəzlikdən feil yaradır. Imsa, imsa, umsa, ümsə, bir də mənimsəmə. İmsəmə oldu nə burada? Mənə ismin tərkibinə görə təhlili mənimsəmə. 2 leksik şəkilçi. Bir kökdən, 2 leksik şəkilçidən hardadır bu? D variantı. Mənimsəmə feilin tərkibində işlənmişdir. Yenə həmənki bir. Burada artıq feilin soruşur. Burada ismin soruşurdu. Burada artıq feili soruşur. Feili soruşduğuna görə deməli məndən mənimsəmək, mənimsəməkdən də mənimsəmə. Yəni bir şeyi mənimsəmə, inkarlıq. Bir leksik, bir qrammatik. Oldu A variantı. Deməli, sonra keçdik 55-də nə deyir? Hansı sözlər kök, 2 leksik, 1 qrammatik şəkilçidən ibarətdir? Bir baxaq görək. Alovlandı. Alov sözün kökü, alovlamaq ifadəmiz yoxdur deyən, alovlanmaq bütöv götürülür. Leksik olaraq, yəni leksik şəkilçidir bu, da qrammatik şəkilçidir. Və məndən hansı sözlər kök, 2 leksik, 2 qrammatik şəkilçidən ibarətdir? Bu səhvdir. Heç buna baxmıram. Səhvdir deyəndə, yəni o meyara o da ödəmir də, şərt ödəmir. Qoruqçular, qorumaqdan, qoruq, qoruqçu, qoruqçular. Deməli, 2 leksik, 1 qrammatik şəkilçi oldu bu. Birdən, birləmək olmadığına görə birləşmək, birləşdirmək, birləşdirilmək, bu da məqmək məstər. Deməli, oldu 3 leksik, 1 qrammatik. Bu da bizlik deyil. Bişirildi. Bişməkdən, bişirmək, bişirilmək, bişirildi. 2 leksik, 1 qrammatik ödədi. Gözlətdi, gözdən, gözləmək, gözlətmək, gözlətdi. Nə oldu? 2 leksik, 1 qrammatik. Oldu C variantı. Hansı sözlər kök, 2 leksik, 1 qrammatik şəkilçidən ibarətdir? Qoruqçular, qorumaqdan, qoruq, qoruqçu, qoruqçular. Deməli, kök, 2 leksik, 1 qrammatik şəkilçi. Bu hələ ki ödədi. Birləşdirilmək, birdən, birləşmək, birləşdirmək, birləşdirilmək. Bu oldu 3 leksik, 1 qrammatik. Bu ödəmədi şərtimizi. Qanatlandı. Qanatlandı. Bir baxaq görək. Qanat sözün kökü qanatlanmaq olmadığına görə qanatlandı. Qanatlanmaq da keçmiş zaman şəkilçi olaraq qrammatikdir. Bu da ödəmədi bizim şərti. Salam, salamlamaq, salamlaşmaq, maq. Bu hələ ki ödədi. Dilləşmək, dildən, dilləşmək. Leksik şəkilçidir. Maqmək, məstərin, yəni feilin şəkilçisi olmuş olur. Bu da bir dənə leksik, 1 qrammatikdir. Yəhərləndi. Yəhər sözün kökü, yəhərləmək,
Yəhərlənmək, yəhərləndi. Bu onu ödəyir, meyarı bir kök, iki leksik şəkilçidir. İzlətmək, izdən, izləmək, izlətmək, məstərdir. Oldu D variantı. Kök, bir leksik, 3 qrammatik şəkilçidən ibarət olan sözü müəyyənləşdirin. Deməli, baxdıq. Baxaq. Ox, yoxlamırıq. Yox, 157-də deməli, yoxla sözün kökü, yoxlamı, qrammatik şəkilçi, qrammatik şəkilçi, da qrammatik şəkilçi, qrammatik şəkilçidir. Dinləmirik, dinlə sözün kökü, dinləmir, inkar, İnkar, inkar. İnkar nə idi? Şəxs sonluğu olaraq qrammatikdir. Gözləmirik, gözdən, gözləmək, gözləmir, qrammatik şəkilçisi, qrammatik şəkilçisi, indiki zaman şəkilçisi olaraq, də şəxs sonluğu. Deməli, oldu C variantı 157-də. C variantı bir leksik, 3 qrammatik şəkilçidən ibarətdir. Hansı sözün tərkibi həm kök, bir leksik, bir qrammatik, həm də kök 2 qrammatik şəkilçidən ibarətdir. Bir baxaq görək. Atardı. Atdan, atar, gələcək zaman şəkilçisi, atardı, idinin qısaldılmışı. Bunu mən təhlilini bu cür götürürəm, çünki bu tipli təhlil olunmalıdır. Bacardı. Bacarmaqdan, bacardı, bu oldu qrammatik şəkilçisi, bir qrammatik şəkilçidən ibarət. Keçirdi. İndi bunu mən keçdən, keçirmək, bir leksik şəkilçi, maq təyin edərək, bir dəfə leksik şəkilçi feildən feil düzəldən şəkilçi kimi. D-ni isə keçmiş zaman şəkilçisi kimi düşünəcəm. Onda bu cür təhlil olunur. İndi keçdik digər, ikinci təhlilinə. Yenə keçir sözün kökü götürəcəm. Keçir, indiki zamanda keçir. O bizim həyətdən keçir, indiki zamanda. Bir də keçir idi, idinin qısaldılmışı kimi. Oldu hansı variant? C variantı ilə. Yenə eyni tipli tapşırıqdır, amma burada əksinədir. Ola bilməyəcəyini soruşur. İndi keçdik 159-da. 159-da bir təhlil eləyək. Ondan sonra qərar verək ki, görək bu nədir? İndi keçdik. Ağardı. Elə bayaq ki, o test yox, ağardı burada yoxdur. Ağdan, ağarmaq, ağardı. Keçmiş zamanın şəkilçisi. Keçmiş zamanın şəkilçisi. Bir dənə deməli, ağdan, ağarmaq, ağardı. Deməli, bir dənə oldu. Kök, leksik və qrammatik şəkilçi. Ağdan, ağarmaq, ağardı. Sonra getdik. Mən bunu qrammatik, 2 qrammatikə çevirə bilmərəm. 159-da. İndi keçək bu birlərinə təhlil eləyək, baxaq görək. Düşürdü. Düşməkdən, düşürmək, düşürdü. Bunu mən nə edəcəm? Bir dənə də belə. Düşürdü. Leksik şəkilçi kimi. Bir də düşür. İndi həyətə düşür. İndiki zaman. Bir də idinin qısaldılmışı. 2 tipli yaza bilərəm, təhlil edə bilərəm. Keçirdi, bayaqki kimi, yenə keçdən keçir, keçirdi. Bir də deyirəm ki, keçir, keçirdi. Yetirdi. Yetməkdən, yetirmək, yetirdi. Bir də mən bunu yetir indiki zamanda, dinində idinin qısaldılmışı kimi düşünə bilərəm. Sonra bitirdi. Kökdə bitməkdən bitirmək, bitirdi. Bir də bitir indiki zamanda, işim indi bitir. Bir də bitir idi, idinin qısaldılmışı. Deməli, oldu burada bir dənə A variantı ki, mən onu 2 tipli düşünə bilmərəm. Sonra gəldik buradan tərkibinə görə təhlil baxımından məntiqi ardıcıllığı tamamlayan sözü müəyyənləşdir. İndi bir təhlil eləyək, ondan sonra qərar verək ki, görək bizdən nə istəyirmiş. İstəklilərimiz, istə sözün kökü, istəməkdən istək, istəkli, istəklilər imiz. 2 leksik, 2 qrammatik. Sonra açıqlanmışdır. Açdan, açıq, açıqlamaq, açıqlanmışdır. Belə çıxır ki,
Hələ ki 2 leksik, 2 qrammatik şəkilçiyə əsasən gedirik. Əldən ələ, əldən ələk, ələdən ələk, ələkdə yerlik hal şəkilçisi, dırdır-dırdə qrammatik şəkilçi, xəbərli şəkilçi. Deməli, mənə 2 leksik, 2 qrammatik şəkilçi olan söz lazımdır. Başlayaq. Biçənəkdəkilər. Biçdən, biçənə, biçdən, biçə, biçə. Mən biçə sözü olmadığına görə onları feilin arzu şəklində kaş biçə. Ancaq biçdən biçənək, ənək bütöv götürürəm leksik şəkilçi kimi. Dəki, daki leksik şəkilçidir, sifət yaradan şəkilçi olaraq. Lar da qrammatik şəkilçidir. Oldu burada 2 leksik, 1 qrammatik. Köçürülməsidir, köçürüləsidir. Köçdən, köçürmək, köçürülmək, köçürüləsidir. Lazım şəkil asəsidir də xəbərli şəkilçisi. Oldu nə? Elə B variantı. 2 leksik, 2 qrammatik. Sonra uşaq incidilmişdir cümləsində feilin tərkibində işlədilmişdir. İncidən, incitmək, incidilməkmişdir. 2 leksik, 2 qrammatik. Kök, 2 leksik, 2 qrammatik. C variantı. 2 leksik, 2 qrammatik, ancaq C variantı gedə bilər. 161-də oldu C variantı. 162. Sözlərdən yalnız birinin tərkibinə görə 2 cür təhlil etmək olmaz. İndi 2 cür təhlil etməyənləri soruşur məndən. Başlayaq bir-bir təhlil eləməyə. 2 cür təhlil olunmayanları. Getdik. Deməli, 2 cür təhlil olunmayanlar. Deməli, ələyim. Əldən ələ, bir də mənim ələyim. Bunu bu cür təhlil edirəm. Bir də əldən əl, əldən ələ, əldən ələk, bir də ələyim. Bu 2 cür. Sonra gəldik buradan itirdi. Bir bunu itdən itirmək, itirdi keçmiş zaman şəkilçi, qrammatik şəkilçi olaraq. Bir leksik, bir qrammatik. Bir də itir, indiki zamanda itir. Bir də itir, idi, idinin qısaldılmış. Bunu da 2 cür təhlil elədim. İndi keçdik apardı. Apar sözün kökü. Burada nəsə var idi, buna oxşan bir şey. Ağardıydı, elə bildim, bayaq ki idi. Apar, apardı. Bunu mən hara fırlasam da keçmiş zamandadır. Bunu mən 2 cür necə təhlil edə bilərəm ki? Elə doğru variant oldu. C variantı. Sonra bağlamaqdan, bağdan, bağlamaq, bağlatmaq. Bu da bağlatdım. Qrammatik şəkilçi kimi. Sonra gəldik bir dəfə də. Deməli, necə təhlil eləyəcəyik bunu? Bağ sözün kökü bağlamaq, bağladı keçmiş zamanda. Bir də mı, yenə qrammatik şəkilçi onu bağladım, mən bağladım şəxs sonluğu kimi. İşdən, işləmək, işlətmək, işlədin şəxs sonluğu. Bir də yenə işdən, işləmək, işlədi keçmiş zamanda. İndi qrammatik şəkilçi şəxs sonluğu olaraq. C variantı. Evin artırmasında, birləşməsində əsas tərəfin tərkibin təhlilini soruşur. Əsas tərəf, yəni ikinci tərəf, tabi edən tərəf, üçüncü nöqtəni söz birləşməsinin əsasən təhlilini soruşursa, artırmasında, artmaqdan, artırmaq, leksik şəkilçi, artırması, deməli, bunu təhlil eləyək. Deməli, artırma, leksik şəkilçi, artırmasın, da. Görək, düzgün təhlil elədikmi? Bir də baxım, çox qarışdırdım ha. Sözün kökü, deməli, artdan, artırmaq, artırma, yəni evin artırma hissəsi nə? Artırması, mənsubiyyət artırmasında olduğu yerlik hal şəkilçisi. 2 leksik, 2 qrammatik. Baxım görüm.
Hardadır o da? 2 leksik, 2 qrammatik E variantı. Sonra hansı sözlərin tərkibində səhvə yol vermişdi? Tərkibində, təhlilində yəqin səhvə yol verib. Yarışdıq. Sözün kökü yarışmaqdan, yarışdı, keçmiş zamanda bir də şəxs sonluq. Bu doğrudur. Bir də səhvə yol verilməyib, birləri çıxardıram. Səslənirik. Səsdən, səsləmək, səslənmək, səslənir. İndiki zaman səslənirik, şəxs sonluğu. 2 leksik, 2 qrammatik. Deməli, bu səhvə yol verilib. Bisavadlıq. Deməli, ön söz önü şəkilçidir. Leksik şəkilçidir. Savadlıq oldu nə? Leksik, kök, leksik. 3 də doğrudur. Bu da getdi. Deməli, bir də 5 olacaq da. Yığışdırıldı. Yığmaqdan, yığışmaq. Sonra yığışdırmaq, yığışdırılmaqdır. Oldu. 3 leksik, 1 qrammatik. Səhv oldu. C variantı. 65-də nə deyir? 65-də deyir ki, maşallah, çəkirik 55 dəqiqədir. Çəkirik. Hansı sözlərin tərkibinə görə təhlili düzgün verilmişdir? Artıq burada düzgün veriləni soruşur. Deməli, qalaqlandı. Sözün kökü qalaq. Qalaqdan qalaqlamaq, qalaqlamaq bir şeyin yığılması. Qalaqlamaq ifadəmiz olmadığına görə qalaqlanmaq, qalaqlanmaq, qalaqlandı. Oldu nə burada? Bir leksik, bir qrammatik şəkilçidir. Bu səhvdir. Məndən doğrunu soruşur. Qalaylatdırdıq. Qalay sözün kökü. Qalaylamaq, qalaylatmaq, qalaylatdırmaq, qalaylatdırdı. Sözdə çevirə bilmədim. Qıda şəxs sonluğu olaraq birinci şəxsin cəminin şəkilçisidir. Oldu 3 leksik, 2 qrammatik. Bu doğrudur. Sonra bir 3'ə baxaq görək. Qarşılanıb, qarşıdan, qarşılamaq, qarşılanmaq, qarşılanıb, 2 leksik, 1 qrammatik. Bu üçündə səhvdir. Deməli, baxırıq 4-ə. Çəkisizliyi. Çəkdən, çəki, çəkisiz, çəkisizlik, çəkisizlik, yi. Oldu nə? 3 leksik, 1 qrammatik. İdə mənsubiyyə şəkilçisi olaraq çəkisizliyi, yəni onun çəkisizliyi. Aha, bu da oldu. 2-4. A variantı. 166-da nə deyir? 166-da deyir ki, tərkibi kök, 2 leksik, 2 qrammatik şəkilçidən ibarət olan feilləri göstər. Feilləri göstər deyirsə, baxaq da. Deyir ki, ütülətmişdim. Ütü, ütüdən ütüləmək, ütülənmiş, deyir, keçmiş zaman mı da şəxs sonluğu. Deməli, burada olduğu bir leksik, 2 qrammatik. Yazdırılmışdı. Sözün kökü yaz, yazdan yazdırmaq, yazdırılmaq, yazdırmış, keçmiş zamandır da xəbərlik şəkilçi olaraq qrammatik şəkilçi. Salam, salamlamaq, salamlaşmaq, mış qrammatik şəkilçi, am şəxs sonluğu. Şumlatmışıq, şumlan, şumlamaq, şumlatmaq, şumlatmış, şəxs sonluğu. Deməli olacaq B variantı. 167-də nə deyir? 167-də deyir ki, cərgələrin birində 2 leksik, 2 qrammatik şəkilçidən ibarətdir. Baxaq görək, 167-ni təhlil eləyək. Bağbanlardan, bağ sözün kökü, bağban, bağbanlardan. Burada bir leksik şəkilçidir, buna baxmıram. Atıcılarımız, atıcılarımız, atdan, atıcı, atıcılarımız, bir leksik, 2 qrammatik şəkilçidən ibarət oldu. Tutqunlaşır, tutdan, tutqun, tutqunlamaq olmadığına görə tutqunlaş, leksik şəkilçi, ırda, indiki zaman şəkilçi olaraq bir qrammatik şəkilçidir. Sonra sevindik, sevindik sözü, sevdən sevin olmur, ha, sevin sözün kökü. Sevindən sevindi, keçmiş zaman qrammatik şəkilçi, bir də ki, şəxs sonluğu olduğu qrammatik şəkilçi. Bu da meyyarımızı ödəmədi. Baxırıq Y variantına. Deyir ki, burulğanlardan, vurmaqdan, baxın görün burulğanlardan mənə deyir buradan, buradan, burulmaq, burulğanlardan.
Oldu 2 leksik, 2 qrammatik. Sancılanmışdır. Sancmaqdan sancı, sancılamaq ifadəmiz olmadığına sancılanmaq leksik şəkilçi, mış qrammatik, dırda həmçinin. Y variantı. 68-də nə deyir? Axşamki müşavirədə döyüşçülərin hünəri layiqincə qiymətləndirildi cümləsində kök, 3 leksik, 1 qrammatik şəkilçili sözü müəyyənləşdirin. Deməli, təhlil eləyək. Döyüşçülərin, döydən, döyüş, döyüşçü, döyüşçülər, döyüşçülərin. Burada oldu 2 leksik, 2 qrammatik. Demək, qiymətləndirildi. Qiymət, qiymətdən qiymətlənmək, qiymətlənmək olmaz, qiymətlənmək, qiymətləndirmək, qiymətləndirilmək, qiymətləndirildi. Deməli, elə olacaq, baxaq, 168-ə ilə bir variant olacaq. Layiqdən, layiqincə, bir leksik. Axşamdan, axşamki, bax, yeri gəlmişkən, çöki, çökü, çı, 4 variantlı şəkilçi, bir də daçı. Daçı, 2 variantlı şəkilçi hansı sualına cavab verir və sifət yaradır. Sonra gəldik, ağardıcıdır. 169-da nə istəyir? Tərkibində tərkibi ibarətdir. Baxaq görək. Ağardıcıdır. Ağdan ağarmaq, ağardıcıdır. Baxaq, ağardıcıdır. Doğruluğunu göstər deyirsə, ağdan ağarmaq, ağartmaq, ağardıcıdır. Oldu 3 leksik, 1 qrammatik D variantı. 70-də nə deyir? Bu feillərdən birinin tərkibinə görə həm kök, 1 qrammatik şəkilçi, həm də kök, 2 qrammatik şəkilçi kimi ayırmaq olar. İlk öncə təhlil eləyək. Bu tipli testlərdən əvvəlki izahlarda verdim. 170-də. Baxaq görək. Oxuyaq. Oxudan, oxuya feilin arzu şəkli kimi bir dəfə düşünək. Bir dəfə də oxuyaq. Şəxs sonluğu kimi. Onda olur, deməli, 2 qrammatik şəkilçi kimi. İndi bir dəfə də oxudan, oxuyaq feilin əmr şəkli kimi. Düşünən, yəni şəxs sonluğu kimi feilin əmr şəkli nədir ki, özünə görə şəkilçisi yox idi. Ancaq o şəxs sonluqların şəkilçisini götürürdü. Bir dəfə feilin əmr şəkli kimi düşünək, bir dəfə feilin arzu şəkli kimi düşünəndə onda 2 dəfə təhlil etmək olur. A variantı. 171-də nə deyir mənə? Deyir ki, 171-də tərkibinə görə 3 cür təhlil olunan sözü soruşur məndən. Kök leksik, kök qrammatik və kök 2 qrammatik sxeminə uyğun düşünülə bilən söz. Baxıram, ayaq sözü sadə sözdür. Əldən ələ, ələmək yəni leksik şəkilçi kimi, ələməkdən də ələk, 2 leksik şəkilçi kimi təhlil olunur. Dayaq sözü, dayamaqdan dayaq. Bir yerə dayayırsan gözünü, dayaq əmələ gəlir. Bir leksik şəkilçi kimi. Bilək sözünü 3 cür təhlil eləyəcəm. Bax, bilək, qolun bilək hissəsi, sadə söz kimi. Bir dəfə bildən, bilə, feilin arzu şəkli kimi. Bir də bilək şəxs sonluğu kimi. Bir də sözün kökü bildən, bilək, feilin əmr şəkli kimi. Çünki feilin əmr şəklinin özünə məxsus şəkilçisi yoxdur, şəxs sonluqlarını götürür də. Bunu 3 cür təhlil edə bilərəm, amma ki, bu sxemə uyğun gəlmir. Gəldik qorxaq sözünə. Qorxdan, qorxaq insan əlamət bildirdi, yəni düzəltdik leksik şəkilçi kimi, bir dəfə leksik şəkilçi kimi. Sonra gəldik bir dəfə də bu formada qorxdan, qorxa, feilin arzu şəkli. Bir də şəxs sonluq q kimi təkcənə, aqın qısaldılmışı q kimi. Bir də belə yazacağım. Qorxdan, təhlil edəcəm daha doğrusu. Qorxdan, qorxaq, feilin əmr şəkli kimi. Çünki feilin əmr şəklinin özünə məxsus şəkilçisi yox idi. Deməli, 3 cür təhlil olunan Y variantıdır. Elə 72 də 71-in təhlilidir, təkrarıdır. Sözlərdən birinin tərkibi kök leksik, kök qrammatik, kök 2 qrammatik sxeminə uyğun düşünülə bilər. Gəldik, qaçaq sözünə baxaq. Qoçaq sözü daha doğrusu sadə sözdür, bir kökdən ibarətdir. Külək də həmçinin
Dildən diləmək, diləməkdən də dilək. 2 leksik şəkilçi uyğun oldu. Leksik şəkilçi kimi. 2 leksik şəkilçi. Sonra kələk sözü sadə sözdür. Qaçaq sözü qaçdan, qaçaq insan, necə insan əlamətdir. 1 leksik şəkilçi kimi uyğun gəldi. Sonra qaçdan arzu şəkli kimi qaça, qaçaq şəxs sonluğu kimi 2 qrammatik şəkilçi. Bir də kök, qaçaq feilin əmr şəkli kimi düşünmüş oluram. Tam da bu sxemə uyğundur Y variantı. Hansı sözün tərkibindən asılı olaraq həm sifət, həm də feil kimi düşünmək olar. Açıqla. Sözün tərkibini təhlil eləyək. Açdan, açıq, açıqla. Bunu mən ancaq açıqla nə idi feil kimi. Sonra digər tərəfdən baxaq görək bu birisinə. Qurudur. Sözün kökü qurudan. Bir mən bunu qurudur. Bir bunu qurudur. Bunu belə düşünəcəm. Baxın. Quru sözün kökü, qurudan da qurudur. Qurudur. Necədir? Bir dəfə belə sifət kimi düşünəcəm. Sifət. Qurudur. Məsələn, paltarlar qurudur. Necədir? Bir də deyirəm ki, quru, qurudan qurutmaq. Bir də ır, iri, ur, indiki zaman. Qurudur, nə edir? Feil kimi. Elə B variantıdır. Sonra digər tərəfdən 74-ə baxaq. Tərkibinə görə kök və bir qrammatik şəkilçidən ibarət olmayan sözləri göstərin. Deməli, leksik şəkilçi olsun, amma kök və qrammatik şəkilçidən ibarət olmasın. Deməli, baxaq görək. Tanışlar. Tanımaq sözün kökü, tanımaqdan da tanış, leksik şəkilçi tanışlar. Deməli oldu bir leksik kök, leksik şəkilçi və qrammatik şəkilçi. Elə bir variantın biri götürəcəm 174-də. Sonra cəsarətdən. Cəsarət sözün kökü, cəsarətdən bu olacaq qrammatik şəkilçi. Mənə lazım deyil, çünki deyir ki, kök və qrammatik şəkilçi olmasın. Sonra digər tərəfdən gəldən, gəlin. Feilin əmr şəkli kimi. Bu da uyğun gəlmədi. Azdır, baxaq görək. Azdan, azdırmaq. Leksik şəkilçi kimi düşünürəm mən bunu. Onu götürdük. Sonra yazılar. Yazdan, yazı. Yazıdan da yazılar. Şəxs sonluğu, yəni qrammatik şəkilçi kimi. Sonra digər tərəfdən yoldur. Yolmaqdan yoldur. Nədir? Qrammatik şəkilçi kimi. Bu da getdi. 1, 4, 5 doğru variant, C variantı. Sonra getdik 75-ə. Tərkibinə görə kök və bir leksik şəkilçidən ibarət olan sözləri müəyyənləşdirin. Müəyyənləşdirin deyirsə, baxaq, yazmaqdan yazdırmaq. Vurğunu götürübsə o leksik şəkilçidir. Çünki şəxs xəbərli şəkilçi olanda vurğu qəbul etmir. Biri götürürük. Sonra vurma. Vurdan vurma. Bu inkarlıqdır deyən. Ona görə qrammatik şəkilçidir. İnkar mənasında, mamə inkardır. Ona görə vurğunu atıb özündən əvvələ yadınıza saxlayın, inkarlıq şəkilçisi mamə vurğu qəbul etmir. Ona görə bu qrammatik şəkilçi olduğuna görə 2-ni götürmürəm. Sonra bildir. Bir sözün kökü bildir. Bu da dırdır qrammatik şəkilçidir. Ona görə şəxs xəbəri şəkilçi olduğuna görə vurğunu özündən əvvəl atıb. Sonra keçdik qazma. Bu da bir kökdən, bir qrammatik şəkilçidən ibarətdir. Çünki inkarlıqdır, qazma. Özündən əvvələ vurğunu atıb inkarlıqda. Sonra gəlmə. Gəldən, gəlmə adam. Necə adam? Leksik şəkilçi kimi. Bunu da götürürəm.
Sonra gözlə. Gözdən. Gözlə. Oldu. Bax, bu lalə şəkilçisi amonim şəkilçidir. Əgər zərf düzəldən lalə şəkilçisi olsa, onda zərfi götürməyəcək. Burada adlardan feil yaradandır. Gözləmək mənasında. Ona görə vurğunu götürüb. Oldu nə? 1, 5, 6 D variantı. Tərkibinə görə 3 cür düşünülə bilən sözləri müəyyənləşdirin. Tərkibinə görə 3 cür düşünülənləri, yəni tərkib təhlilinə görə. Alaq sözü. Bir baxaq, sözün kökü alaq, sadə söz kimi düşünsəm, belə bir düşünəcəm. Sonra bir də deyirəm, aldan, ala, feilin arzu şəkili, bir də alaq, arzu şəkili, şəxs sonluğu, bir də aldan, alaq, bütövlükdə aq, əq, feilin əmr şəkili kimi. Bir bu. Dözüm sözünə baxaq. Dözdən, dözüm. Nə? Bir də belə düşünsəm, dözdən, mən dözüm, qrammatik şəkilçi. Bunu 2 cür düşünə bilərəm. 3 cür deyir. Sonra gəlirlər. Gəldən, gəlir. Bir gəlir olanda feildən isim yaradır. Leksik şəkilçi gəlir. Nə? Bir belə düşünürəm. Bir də buradan gəldən feilin indiki zamanı, bir də qrammatik şəkilçi kimi, şəxs şəkilçisi kimi. Sonra bilək sözünə baxaq. Bilək sözünü mən bütöv götürsəm, bir dənə belə. Sonra bir kök, belə, bilə, feilin arzu şəkili, bir də bilək, yəni feilin 2 şəxs sonluğu kimi, bir də feilin əmr şəkili kimi düşünsəm, bu bütöv bir sözün kökü olacaq. Aq, əq, bütövlükdə şəxs sonluğu kimi götürülmüş olur. Oldu 1 və 4. Elə bir variantı. 77-də nə deyir? Deyir ki, tərkibində 2 qrammatik şəkilçi işlənmiş sözləri müəyyən et. Uşaq, uşaqdan uşaqlığımız, uşaqlıq leksik şəkilçisi, ımız, imiz, umuzumuz da mənsubiyyətin şəkilçisi. Sonra gəncliyimiz, gənc sözün kökü, gənclik, gəncliyimiz. Oldu bu, bir leksik, bir qrammatik. Dağların, söz dağ, dağdan dağlar, cəm şəkilçisi, dağların yiyəlikal şəkilçisi, yəni qrammatik şəkilçisi 2, 3. Qoynunda, qoyun sözün kökü, qoynu, qoynunda. Bu da bizə lazımdır, keçmişdir. Keçdən, keçmiş, qrammatik şəkilçisi, dırdır da xəbərli şəkilçisi. Bir bu. Sevimli sözünə baxırıq. Sev, sevdən sevim deyil, imli şəkilçisidir bu, sevimli. Bütövlükdə bir leksik şəkilçidir. Sonra dostlarım, dost sözün kökü, dostlar, dostlarım. Oldu nə? 3, 4, 5 və 7. Sonra gəldik tərkibində 2 qrammatik şəkilçi olan sözləri soruşur məndən. Məktəblilər, məktəb sözün kökü, məktəbli, məktəblilər. Bir leksik, bir qrammatik şəkilçidir. Bu l-lu şəkilçisi amonim şəkilçisidir. Yerinə görə yarada bilir. Sifət yerinə görə, məsələn, duzlu, dadlı. Yerinə görə də insan anlayışı. Əgər insan anlayışı yaradırsa, məktəbli, şəhərli, kəndli, o olur, isim yaradır. Sonra keçdik meydançasına. Meydan sözün kökü, meydança, meydançası, meydançasına. Sonra bunu götürürəm, çünki 2 leksik qrammatik şəkilçisi var. Sonra irəliləyib, irəli sözün kökü, irəliləmək, leksik şəkilçisi, bir dənə də qrammatik şəkilçisi. Əllərindən, əl sözün kökü, əldən əllər, əllərin, əllərində. Oldu nə? Bu 3 qrammatik şəkilçisi oldu. Sonra getdik çiçəklərin. Çiçək sözün kökü, çiçəklər, çiçəklərin. Oldu bir ikili qrammatik şəkilçi. Məşqçilər, məşq sözün kökü, məşqçi, məşqçilər, məşqçilərin. Altını da götürürəm. Çünki bir leksik, 2 qrammatik şəkilçi var. Sonra verdilər. Ver sözün kökü, verdi. Keçmiş zaman, larlər, şəxs sonluğu. Oldu nə? 2, 5, 6, bir də 7.
79-da hansı sözlərin tərkibində iki leksik şəkilçi işlənmişdir? Sancılanmaq. Sanc sözün kökü sancı. Sancıdan sancılamaq ifadəmiz olmadan sancılanmaq. Leksik şəkilçidir. Maqmək məslərin şəkilçisi. Oldu 2 leksik 79-da. Sonra xəstəxanadakılar. Xəstə sözün kökü xəstəxana leksik şəkilçi, dakidəki leksik şəkilçi, larlər qrammatik şəkilçi. Qorxusuzluq. Qorxu sözün kökü qorxudan qorxu, qorxusuz, qorxusuzluq. 3 leksik şəkilçi. Sağlamlıq. Sözün kökü sağdan sağlam, sağlamlıq. Oldu 4-də götürəm, çünki məndən 2 leksik şəkilçidir. Sonra oxuyan, oxudan da oxuyan fiili sifətin şəkilçisi qrammatikdir. Yorulmadan, sözün kökü yordan, yorulmaq, yorulmadan bir leksik, bir qrammatik. Oldu 1, 2, 4. 180-də nə deyir? Deyir ki, tərkibində 2 leksik şəkilçi olan sözləri göstər. Çalışma. Çalış sözün kökü, çalışma nə? Bir leksik şəkilçi oldu. Sonra digər tərəfdən göndəriş. Göndər sözün kökü, göndəriş bir leksik. Bəzədən bəzək, bəzəkli. Bunu götürürük. Qurulandı. Quru sözün kökü, qurulamaq ifadəmiz var. Sözümüz qurulanmaq, həmçinin var. D-du, zaman şəkilçisidir. Oxunmuş. Oxu sözün kökü, oxunmaq, oxunmuş, bir dənə leksik şəkilçidir. Çəkiliş. Çəkdən çəkilmək, bir də çəkiliş. 2 leksik şəkilçi. 3, 4, bir də 6. Oldu 180-də 3, 4, 6. 181-də nə deyir? Hansı sözlər sxeminə görə kök, leksik, qrammatik, həm də kök və qrammatik sxeminə uyğun təhlil oluna bilər? Baxaq görək. Biçin sözünə baxaq. Biçin sözünə baxaq. Buradan biçdən biçin. Bunun təhlili belədir. Biçdən biçin. Sərin sözünün kökü onsa sərin sadə sözdür. Yazın. Getdi yazdan yazı. Bir də bunu şəxs sonluğu kimi yazın. Əmr şəklində. Sərgəli eləyim. Yazdan yazı, yazın. Bir belə. Bir də sözün kökü yaz. Bir də yazın, siz yazın şəxs sonluğu kimi. 3. Sazın. Bir baxaq görək. Sazın, sazdan, sənin sazın. Mənsubiyyət şəkilçisi kimi. Sazın. Sonra səpin, baxaq ki, səpdən, səpin mövsümü. Bir də deyirəm ki, səpdən, səpin. Bir leksik, bir qrammatik, bir kök leksik, bir də kök və qrammatik şəkilçidən ibarət. Ölçün, bir baxam görüm, ölçdən, ölçü, ölçün, siz ölçün. Bu formada. Bir də deyirəm ki, ölçdən, ölçün. Feilin ölçü. Təhlilini səhv elədim. Ölmək nə idi? Deməli, ölçdən, ölçü, ölçün. Bu formada bir leksik, bir qrammatik. Bir də ölç, ölçdən, ölç sözün kökü, ölçün, feilin əmr şəklində. 3, 6. Oldu burada 3, 6. 82-də. Hansı sözlərin həm sxemi, kök, qrammatik, kök, leksik sxeminə uyğun gələ bilər? Sxeminə uyğun gələnləri baxaq görək. Baxaq görək. Dəftərçəni. Dəftərdən, dəftərçə, dəftərçən, sənin dəftərçən, dəftərçəni. Buna uyğun gəlmir. Vətəndən, vətəni. Qrammatik şəkilçi kimi. Sonra digər babanı, babadan, sənin baban, babanı,
Bir də sözün kökü baba. Bir də bu bitişdirici samit kimi, I təkcə qrammatik şəkilçi kimi. 3. Tələni. Tələ sözün kökü. Tələ sözün kökü. Bir sənin tələn, mənsubiyyət, bir də tələni, hal şəkilçisi, bir də tələ sözün kökü, bu bitişdirici isə qrammatik şəkilçi. Oldu 3, 4. Doğru variant elə olacaq. 3, 4. Bunlara baxaq. Çəmən. Çəməndən çəməni. Bir qrammatik şəkilçi. Biçini, biçdən biçin. Biçin mövsümü, biçini, bu da uyğun gəlmir. Uyğunluğu müəyyən edin. Tərkibinə görə kök, leksik, qrammatik, həm də kök, qrammatik sxeminə uyğun gələnləri göstər. Tərkibinə görə təhlili kök, leksik, qrammatik, həm də kök 2 qrammatik sxeminə uyğun gələnlər. Tərkibinə görə kök 2 leksik, 1 qrammatik sxeminə uyğun gələnləri göstər. Deməli, baxdıq. İlk öncə bunları təhlil eləyək. Gəldik. Qurudan qurudur. Nə edir? Bu şəxs xəbərli şəkilçi kimi. Bir də belə düşünün. Bir də qurudan qurutmaq, bir də qurudur indiki zamanda. Bunu mən iki cür elə sırf A variant 1-ə uyğun eləyə bilərəm. Sonra qaçırdı. Mən bunu bir qaç kimi düşünsəm, qaçırmaq kimi düşünsəm leksik şəkilçisi da zaman şəkilçisi kimi. Bir də mən bunu bu sxemə uyğun burada göstərim daha aydın. Qaçdan qaçır, indiki zamanda qaçır. Bu da idinin qısaldılmışı D-dir. Bunu da atırıq bura. Bir də göndərildi. Sözün ki göndərmək, göndərilmək, göndərdi. Bu ona uyğun gəlmədi. Sonra hasarlanmaq. Hasar sözün kökü hasarlamaq, hasarlanmaq, bir də maqmək. Elə bu da gedəcək D-yə. Deməli oldu 1A, 2B, 3D. Gəldik 184-ə, baxaq görək yenə varmı? 184-ə. Altından xətt çəkilmiş sözlərə uyğun kök və şəkilçilərin işlənmə ardıcılığını müəyyən edin. Baxaq görək. Hər tərəf tullantılardan təmizləndi. Sözün kökü təmizdən, təmizləmək, təmizlənmək, təmizləndi. Deməli, bir kök, 2 leksik, bir kök, 2 leksik, 1 qrammatik. Bu bura getdi, 2. Sonra, xeyli fikirləşəndən sonra axır ki, o da dilləndi. Dildən, dillənmək, dilləndi. Bir leksik, 1 qrammatik şəkilçi, yəni kök, leksik, qrammatik 1 getdi. Sonra digər tərəfdən bağımızdakı ağacların bəzisi quruyub. Bağdan, bağımız, mənsubiyyət, bağımızdakı. Deməli, bir kökdən ibarətdir. 1 qrammatik, 1 leksik. Bu da oldu 4. Sonra bu birisinə baxaq görək. Gənc ailələrin çoxu yeni mənzillərə köçürülmüşdü. Bunu da ataq, bura köçdən, köçürmək, köçürülmək, köçürülmüşdür. 2 leksik, 2 qrammatik. Bu da bura gedəcək 3. Deməli, 2, 1, 4, 3. 85 dənə deyir. İşarələnmiş sözlərə uyğun sözlərin tərkibini müəyyən edin. Baxırıq. Bir qrup gənc hərbi xidmətə yollandı. Yol sözün kökü, yollamaq. Yollanmaq, yollandı. Deməli, bir kök, 2 leksik, 1 qrammatik şəkilçi. Bura gedir 2. Sonra, bəzi ərzaq məhsullarının qiyməti bahalandı. Baha sözün kökü, bahalamaq ifadəmiz olmadığına görə bahalanmaq, bahalandı. 1 leksik, 1 qrammatik, 1. Sonra, həyətimizdəki ağacların bəzisi quruyub.
Həyət sözün kökü, həyətimiz, qrammatik şəkilçi, mənsubiyyət olaraq takidəki leksik. Oldu nə? Bir kök, bir qrammatik, bir leksik. Bir qrammatik, bir leksik. 4 də bura getdi. Deməli, sonra artıq köhnə binaların çoxu uçurulmuşdu. Uç sözün kökü, uçdan uçurmaq, uçurulmaq, mış zaman şəkilçisi, keçmiş zamandır dürdü, xəbərli şəkilçisi. Oldu 2 leksik, 2 qrammatik. O da hansıdır? 3. Deməli, sıralama oldu. 4, 2, 1, 4, 3. Demək belə. Söz birləşməsində, söz yaradıcılığında qalan hissəsinin, yəni sözün tərkibinə görə təhlilinin izahını verdik. O biri hissələrdə yavaş-yavaş çəkilib, vaxt olduğu müddətcə çəkib YouTube kanalımızda yerləşdirəcəyik.